Onlar evləri olan heyvanlardır. Aman Allahım. İnsanların evləri yoxdur. Xeyr. Əgər mənə Allahın təyin etdiyi xəlifəyə tabe olmaq istəyirsənsə, bil ki, mənim evim yoxdur. Mən taxtdan salınmış hökmdaram. Mənim dövlətim yoxdur. Bütün bu dünyanı mənə atam verib. Siz onlar kimi evləri olan və şeytanın dövlətindən zövq alan və eyni zamanda Allahın səltənətindən və ya ilahi ədalət dövlətindən həzz alan bir şəxs ola bilməzsiniz. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuh. Mənim əziz bacım və səhabəm Tiffany. Və aleyküm salam, sevimli atamız. Bugün mənə qoşulduğun üçün çox sağ ol. Çox sağ olun. So today we're going to have a discussion concerning the obligation. Bugün biz həvarilərin və ya İsa'nın ardınca getmək istəyənlərin yerinə yetirməli olduğu öhdəlik haqqında müzakirə aparacağıq. We have in the Bible itself this amazing story. Müqəddəs kitabda Məsihin Yahudi xalqına gəlməsinin gözəl bir hekayəsi var. O onların yanına gəlmişdi və yaymaq istədiyi bir mesaj var idi. İnsanlar çoxdan Məsihi gözləsələr də, o gələndə onu tanımadılar. Və İncillərdə bir hekayə var. Bu İsa'nın məhz edildiyi, təyin edildiyi və müjdəsini təbliğ etməyə, dəvətini yerinə yetirməyə, insanları onu dəstəkləməyə çağırmağa başladığı vaxtdan, çarmıxa çəkilmə baş verən 3 illik xidmətinin sonuna qədər olan dövrü vurğulayır. Və beləliklə bu hekayə insanların çatışmazlıqlarından biridir. Onların onu tanıyıb dərk edə bilməmələridir. Və bu bizə ilahi ədalət dövlətini qurmaq istəyiriksə, Allah tərəfindən təyin olunmuş insana və ya xəlifəyə, yaxud da onun varisinə dəstək olmaq üçün necə sadiq mömin ola biləcəyimizə dair ideya verən bir hekayədir. Beləliklə, mahiyyət etibarı ilə İsa Yahudilərin yanına gəldi. İlahi ədalət dövlətini qurmaq istədi. Lakin o, ilahi ədalət dövlətini qura bilmədi. Onun ilahi ədalət dövlətini qura bilməməsinin səbəbi şübhəsiz ki, İsa'nın günahı deyildi. Burada qüsurlu olan o deyildi. Qüsurlu olan möminlər idi. O vaxt ona dəstək olacaq qədər potensiala və ya ləyaqətə sahib, ya da onu dəstəkləməyi bilən adamlar tapa bilmirdi. Və beləliklə, onlar bu məsələdə geridə qaldılar. Beləliklə, İncildə çox açıq şəkildə bildirilir ki, onun padşahlığı bu dünyadan deyildi, bu zamandan deyildi. Çünki o dövrdə ona dəstək olmaq istəyən insanlar yox idi. Və bu çatışmazlıqlar İncildə davamlı olaraq vurğulanır. Onlar dönə-dönə xatırladılır. Və biz bununla bağlı bir sıra epizodlar çəkə bilərik. Bunu qarşıdakı dövrdə vaxtaşır edə bilərik. Sonra bu mövzuya qayıdıb, müminin Allahın təyin etdiyi xəlifəyə dəstək olmaq və Allaha və onun elçisinə qarşı haqlarını yerinə yetirmək üçün, öz missiyasında uğur qazanması üçün görməli olduğu bəzi şeyləri, əldə etməli olduğu bəzi xarakter və xüsusiyyətləri vurğulayacağıq və bəzi məqamları vurğulayacağıq. Ancaq Bibliyanın özü bunlarla doludur. Şagirdlər İsa'nın dediyi bəzi şeylərə etiraz etdikdə və daha yaxşı bildiklərini düşünəndə günahkar olurlar. İsa'nın həbs olunması zamanı şagirdlərin nöqsanları var idi. Çünki onlar qaçdılar və mübarizə aparmadılar. Həmçinin öz dövrlərində Allahın ruhunun həyatını qorumaq üçün öz həyatlarını qurban verməyə hazır deyildilər.
Şagirdlərin İsa'dan müəyyən bir vəzifə aldıqları zaman, hətta gecə boyunca onu qorumaq üçün oyaq qalmağı tələb edən vacib vəzifələrdə belə dəfələrlə yuxuya getdiklərini və bu məsələdə qüsurlu davrandıqlarını görürük. Və bu gün edəcəyimiz şey Luka 9-cu fəslə baxmaqdır. Birlikdə qısa bir mətn oxuyacağıq. Oxuyacağımız mətn Luka 9-cu fəslin sonunda yerləşir və adətən İsa'nı izləmənin bədəli başlığı ilə tanınır. Aydındırmı? Aydındır. Onlar yol boyu gedərkən bir nəfər İsa'ya dedi: "Sən hara getsən, sənin ardınca gedəcəyəm." İsa ona dedi: "Tülkülərin də yuvası var, göydə uçan quşların da yuvası var, amma bəşər oğlunun başını qoymağa belə yeri yoxdur." Bir başqasına İsa dedi: "Ardımca gəl." O isə dedi: "Ya Rəbb, mənə icazə ver, əvvəlcə gedim, atamı dəfn edim." İsa ona dedi: "Qoy ölülər öz ölülərini dəfn etsin. Sənsə get, Allahın padşahlığını bəyan et." Yenə başqa bir adam dedi: "Ya Rəbb, sənin ardınca gələrəm, amma əvvəl icazə ver, evimdəkilərlə vidalaşım." Lakin İsa ona dedi: "Çotanı tutub geriyə baxan Allahın padşahlığına layiq deyil." İndi fəslin sonunda İsa'nın izləmənin bədəli başlıqlı bu bölümdə 3 fərdi nümunəyə sahibik. Onların hər biri İsa Məsihlə fərqli bir söhbət edir. Birincisi, İsa'ya şagirdləri ilə yolda gedərkən onu izləmək istədiyini və İsa'nın getdiyi hər yerə getməyə hazır olduğunu deyir. İndi nə edəcəyik? Həqiqi möminlərin etməli olduğu kimi, Bibliya ayələrini boş bir zehinlə, düşünmədən oxumayacağıq. Quranda hər zaman möminlərə və ya müsəlmanlara Allahın sözləri üzərində düşünməyi xatırladan ayələr var. Əgər bunların Allahın sözləri olduğuna həqiqətən inanırıqsa, elə isə onlar üzərində düşünməliyik. Ayələrdə düşünmək üçün ağılları yoxdurmu? Və ya anlamaq üçün ağılları yoxdurmu? Kimi ifadələr işlədilir. Çiyinlərində kitablar daşıyan bəzi insanları Tövratı daşıyan bir uzunqulağın vəziyyətinə bənzədir və ya kör, dilsiz və kar olan insanlarla müqayisə edir. Aydındırmı? Aydındır. Bəs bu hadisədə nə baş verir? Bu adam İsa'nı izləmək istəyir. İsa hara getsən, sənin arxanca gələcəyəm deyir. Və bu gözəl bir başlanğıcdır. Məncə bu məqbul bir başlanğıcdır. Və bunun məqbul bir başlanğıc olduğunu bilirik. Çünki İsa əslində adama "Xeyr, get" demədi. Bəli. Deməli, adamın bu nöqtədəki duruşu yaxşı idi. Amma bəzi şərtlər var idi. İsa'nın onu qəbul etməsindən əvvəl adamın bilməli olduğu məlumatlar var idi. Ona, yaxşı indi bizimlə gələ bilərsən demir. Ona, bir dəqiqə gözlə deyir. Ona deyir ki, tülkülərin yuvaları var. Quşların da yuvaları var. Amma İnsanoğlu deyərkən nəyi nəzərdə tutur? Bəli. Adəm oğlu, Bəni Adəm, bir insan, özü, İsa. Həqiqi insanın başını qoyacaq bir yeri yoxdur deyir. Bəli, evsiz olar. Evsiz olur, evi olmaz. Bəli. Və bu bizə Əhl-i Beytin əleyhimüssalam, Qaimin əshabının da evsiz olduğunu izah edən bir rəvayəti xatırladır. Evlərini kürəklərində daşıyırlar. Dünyanın hər yerini gəzərlər. Bəs nə edirlər? Evlərini kürəklərində daşıyarlar. Evlərini kürəklərində daşıyırlar. Və bu hadisə Qaimin əshabını Həzrəti İsa'nın həqiqi əshabını təsvir etdiyi kimi təsvir edir. Hər ikisi də evsizdir. İndi məntiqi və sözləri düşünsək, Həzrəti İsa'nın heyvanların evləri olduğunu söylədiyini görərik. Aman Allahım.
İnsanların evləri yoxdur. Aman Allahım. Aman Allah. Və bu bizə bu rəvayəti xatırladır. Mömin iblisin hökmü altında xar olmaqdan başqa heç nə görməz. Amma Adəmin hökmdarlığı zamanı mömin şərəfləndirilir və sükunətə, dincliyə və rahatlığa qovuşur. Amma iblisin dövlətində yalnız yorulur, zülmə, təcavüzə məruz qalır. İblisin dövlətindən zövq alanlar heyvanlardır. Çünki İsa'nın nəzərdə tutduğu heyvanlar, heyvanlara bənzəyən insanlardır. Və bunlar İsa'nın bəhs etdiyi həqiqi tülkülər və quşlardır. Aman Allah. Bu inanılmazdır. Bu ayə barədə belə düşünmək heç vaxt ağlıma gəlməzdi. Çox məntiqlidir. İsa bunu bir şərt kimi qoyur və deyir ki, əgər mənim kimi Allah tərəfindən təyin olunmuş xəlifəni izləmək istəyirsinizsə, bilin ki, mənim bir evim yoxdur. Mən taxtı qəsb edilmiş bir kralam. Mənim bir dövlətim yoxdur. Bu dünya bütövlüklə mənə atam tərəfindən verilib. Allah dedi ki, həqiqətən də yer üzündə bir xəlifə yaradacağam. Allah tərəfindən göndərilən elçilərin hamısı itaət edilsin deyə göndərilib. Allah Davudu seçmişdi. Bu insan, yəni İsa Məsih, yəni Davudun oğlu, yəni Davudun xəlifəsi, yəni hökmranlıq etməsi üçün təyin olunmuş kraldır. Onun evinin Qüdsdəki taxt və bütün İsrail övladlarına hökm edən ev olması lazımdır. Onun Davudun nəslindən gəldiyi düşünülür. Lakin o, evsiz, pis rəftar görən, təcrid olunmuş, heyvanlardan da pis hala düşür. Halbuki digər bütün insanlar və ya insan şəklindəki heyvanlar Allaha inanan və ilahi olaraq təyin olunmuş xəlifəni izləyən kəslər üçün olan şeylərdən zövq alırlar. Və buna görə də deyir ki, əgər məni izləmək istəyirsənsə, o zaman mənim kimi bir qurban olacaqsan. Onlar kimi evləri olan və şeytanın dövlətinin ləzzətini çıxaran və eyni zamanda Allahın səltənətinin və ya ilahi ədalət dövlətinin ləzzətini çıxaran bir insan ola bilməzsən. İki ağaya xidmət edə bilməzsən. Və bu, Bibliyadakı başqa bir hadisə ilə təsdiqlənir. Düzdür? Bəli, bir ürəyin iki şeyi sevə bilməyəcəyini dediyi yerdə iki ağaya xidmət edə bilməzsən. Əlbəttə, İsa'dan gələn sözün davamında o vaxt bir adam İsa'nın yanına gəldi və ona "Sən necə izləyə bilərəm?" deyə soruşdu. İsa isə "Yaxşı, bütün mal dövlətini satıb kasıblara verməlisən" dedi. Elə deyilmi? Yəni kasıblar, zəiflər, təvazökarlar dünyanı miras alacaq. Elə deyilmi? Bəli. Buna görə də şeytanın dövlətində əzilən, zəif, kasıb, əziyyət çəkən insanlar ilahi ədalət dövlətində səfa sürəcək kəslərdir. İsa və Allahın xəlifəsinin güclənib ilahi ədalət dövlətinə sahib olana qədər evləri olmayacaq. İsa əslində o adama bu mesajda daha dərin və daha böyük bir şey olduğunu deyir. Ona tabe olmaq istəyən möminə bu anda bir evə sahib olmağın haram olduğunu bildirir. Bu caiz deyil, edə bilməzsən. Bəli. Bu həqiqi iman deyil, bu imansızlıqdır. Bu şeytani dünyada bir evə sahib olmaq mümkün deyil. Məni izləmək istəyirsənsə, əvvəlcə evindən qurtulmalısan. Və mənim kimi yeri öz evin etməlisən. Və mənim kimi gəzib dolaşmalısan. Rəvayət edildiyi kimi, evini kürəyində daşımalısan. Bəli, çox məntiqlidir. Bəli. Sizin də dediyiniz kimi, İsa'nın sözləri üzərində dərindən düşünməyin həqiqətən vacib olduğunu düşünürəm. Çünki yalnız evsiz olmalı olduğumuzu demir, bir addım irəli gedir. Və əslində bir evə sahib olmağın və bu dünyəvi sistemə qoşulmağın onu kral kimi rədd etmək olduğunu söyləyir və onun həqiqi davamçısı olmağın yeganə yolu ona bənzəməkdir. Tamamilə doğrudur. Sonra başqa bir adam çıxır. Bu adam bu dəfə İsa'ya yaxınlaşmır. O, ilk adamdan daha çox çatışmazlığı olan biri kimi görünür. Bu adam İsa'nın ona məni izlə demək məcburiyyətində olduğu şəxsdir. Başa düşdünüz? Yəni ilk adam İsa'nı izləmək istəyir. Bəli.
Okay? İkinci adama isə İsanı izləməsi deyilir. Second man is told to follow Jesus. And I think this is Və məncə bu really həqiqətən important vacibdir. perhaps somebody might Çünki think bəlkə to də themselves, kimlərsə okay, öz-özünə well, deyə bilər you ki, know, I can't live up yaxşı to mən that, buna so nail I'm ola just not bilmərəm. going to Buna be görə də that İsanı caliber izləyəcək of səviyyədə iman believers that edənlərdən will follow olmayacağam. Jesus, and Jesus Halbuki İsa əslində özünü izləməyin bütün insanlar üçün bir öhdəlik olduğunu göstərərək bu cür düşüncələri dərhal düzəldir. Hətta İsa'ya səni izləmək istəyirəm demək istəməyən adama belə özü yaxınlaşıb ona məni izlə deyir. Bu bütün insanlar üçün bir öhdəlikdir. Bu bir öhdəlikdir. Həqiqətən, bəli, yəni bu açıqdır. Bəli. Adam cavab verir və nə deyir? Yaxşı, İsa səni izləyəcəyəm. Amma əvvəlcə deməliyəm ki, çox çətin bir vəziyyətdəyəm. Atam öldü. Mənə 1-2 gün vaxt ver. Ailəmə qayıtmağa icazə ver. Atamı dəfn edim. Dəfn mərasimində iştirak edim və dərhal sənə qoşulacağam. Bu bir bəhanədir. Yəni adam gələcəyini dedi. Bəli. Sadəcə biraz zamana ehtiyacı var, bilirsən? Elə deyilmi? Bu insanlıq dini deyilmi? İsa insansevər deyilmi? Belə məsələləri əhəmiyyətli hesab etməməlidirmi? İsa deyir ki, həqiqətən əhəmiyyətli hesab etməməlisən. Əslində İsa xeyr deyir. Ona qoy ölülər ölüləri dəfn etsin. Sən isə get və müjdəni ya da Allahın padşahlığı üçün sözləri təbliğ et deyir. İndi İsa'nın sözlərində düşünməli olduğumuz vacib bir anlayışa çatırıq. Ananız, atanız, qardaşınız, bacınız, oğlunuz ya da qızınız vəfat etmiş olsa belə, onların dəfn mərasiminə getməyi və ya onları dəfn etməyi, Allahın xəlifəsini dəstəkləmək missiyasının önünə qoymaq, Allahın gözündə qəbul edilməz bir davranışdır. Bəli. Və bu bir nöqsandır. Bəli. Yaxşı, niyə nöqsandır? İsa cümləsində bunu əsasən ölülərlə vaxt keçirəcəyiniz üçün belə cavablandırır. Bəli, ölülər ölüləri dəfn edir. Bu çox maraqlı bir ifadədir. Artıq bilirik ki, əslində həyatda olan yeganə insanlar Allahın işlərini görənlər, Allah üçün çalışanlardır. Sadəcə iman edənlər deyil. Möminlərə gəlincə, onlar iman etmiş ola bilərlər, amma onlar da ölüdür. Həyatda olan və həyatla dolu olan möminlər yalnız Allahın padşahlığını qurmaq üçün fəal şəkildə çalışan möminlərdir. Çalışmayanlar isə ruhən ölüdür. Onların imanı kifayət etmir. Onların içində həyat yoxdur. Onlar dünyəvi işlərlə məşğuldurlar. Dəfn etmək istədikləri bədəndə həyat yoxdur. Elə deyilmi? Bəli. Və buna görə də onları istifadə etməyə və vaxtımızı onlara sərf etməyə dəyməz. Eyni zamanda vaxtlarını ölü şeylərə sərf edən insanlar özləri də ölüdür. Bu ağır bir təlimdir, amma eyni zamanda anlaşılandır. İsa İncildə hər zaman özünün həyat yolu olduğunu və həyatın mənbəyi olduğunu söyləyir. Bu məntiqlidir, çünki o, Allahın xəlifəsidir. İnsanları ilahi ədalət dövlətini qurmaq üçün çalışmağa çağıran yeganə şəxs odur və bu, həyata sahib olmağın yeganə yoludur. Bəli, və bunun qeyd edilməsinin çox vacib olduğunu düşünürəm. Çünki əsas məsələ müqayisədir, Tiffany. Bir şeylə məşğul olan birinin məşğul olduğu şeylə müqayisəsidir. Yəni, ölülərlə məşğul olan biri özü də ölüdür. Aydındırmı? Bəli. İmam Əli əleyhissalam buyurub ki, bu dünya ölü bir itin cəsədi kimidir. Beləcə dünya həyatına dalanlar ölü itlərdən başqa bir şey deyillər. Anlayırsan? Bəli.
Dünya ilə donuzun damarı və ya donuz arasında müqayisələr aparılmışdır. Və dünya həyatı ilə məşğul olan bu insanlar dilləri ilə Allahın xəlifəsinə iman etdiklərini bəyan etsələr belə, donuzlarından daha yaxşı deyillər. Buna görə də tələb çox yüksəkdir. İlk nümunədə onsuz da yüksək idi. Bir insan İsanı izləmək istəyirsə, evinin olmaması və evsiz olması lazımdır. Elə deyilmi? Bəli. İkinci nümunədə isə tələb daha da yüksəlir. Ölən bir ailə üzvünüz olsa belə, onu dəfn etmək üçün geri dönə bilməzsiniz. Allahın xəlifəsini uğurla izləmək üçün dünyaya və dünya insanlarına olan bütün sevginizi və bağlılığınızı kəsməlisiniz. Çox məntiqlidir. Bu mənə İsa'nın bu sözlərini xatırladır. Atasını, anasını, qızını, qardaşını məndən çox sevən mənə layiq deyil. Tamamilə doğrudur. Və buna görə də bir ata, bir ana, bir qız, bir oğul, bir qardaş, bir bacı və ya bir dost itirənlər möminlər arasında və Allahın padşahlığında 100 qat daha çox qardaş, bacı, ana, ata, nənə, baba və s. qazanacaqlar. Bəli. Sonra üçüncü nümunəyə gəlirik. Orada İsa ilə danışan bir adam var. O da bir yol ayrıcı ilə qarşı-qarşıyadır. İsa'nı izləmək istəyir. Amma eyni zamanda, yaxşı, evi satmağa razıyam. Ölüləri dəfn etmək istəmirəm, amma sadəcə bir şey istəyirəm, deyir. Sadəcə ailəsi ilə vidalaşmaq istəyir. Bəli. Çünki anidən bu sınaqla üzləşib. Yaxşı, bəli, höccət buradadır. Onun burada olacağını gözləmirdim. Gəldi. İndi onu izləməliyəm. Həyatımın qalan hissəsini onunla keçirməliyəm. Aləmi bir daha görə bilməyəcəyəm. Amma sadəcə biraz zamana ehtiyacım var. Sadəcə geri qayıdıb vidalaşmalıyam, dedi. Bəli. İsa ona kotanı əlinə alan hər kəs dedi. Beləliklə, bir fermer kimi düşünün. Tarlaya gəlmisiniz və kotanı əlinizə alıb yeri şumlamağa başlamısınız. Bu andan sonra geri bir dəfə belə baxan hər bir şəxs Allahın padşahlığında xidmət etməyə layiq deyil. Bəli. Bu, hər hansı bir peşmançılığın, hər hansı bir geriyə baxmağın, hər hansı bir vida etmək istəyinin, hər hansı bir köhnə həyatı arzulamağın və ya darıxmağın, üzərinizdəki vəzifəyə tam həsr olunmağınıza dair hər hansı bir tərəddüdün sizi Allaha xidmət edən həqiqi bir işçi olmaqdan məhrum etdiyi və sizi yenidən bir canavar və ya bir quş kateqoriyasına endirdiyi mənasına gəlir. Yəni İsa'nı izləməyin bədəli budur. İndi bunları İsa'nın əmrləri kimi qiymətləndirirsinizmi? Bunlar İsa'nın qoyduğu qaydalardırmı? Bunlar etməyimiz lazım olduğunu söylədiyi şeylərdirmi? 100% elədir. Və İsa'nın bu əmrləri ilə İncil boyunca bizə verdiyi digər əmrlər arasında həqiqətən heç bir fərq yoxdur. Çünki İsa Allahın bir elçisidir. O Allahın ruhudur. Biz onun diri olduğuna inanırıq. Sözlərinin diri olduğuna inanırıq. İncilin də Quran və Tövrat kimi diri olduğuna, oradakı həqiqətlərin hər dövr üçün keçərli olduğuna və müəyyən bir zaman dilimi ilə məhdud olmadığına inanırıq. Əgər onlar müəyyən bir zaman dilimi ilə məhdud olsaydı, bu, İncilin bəzi bölmələrinin artıq mövcud olmadığı və bu gün tətbiq edilə bilməyəcəyi mənasına gələrdi. Bu isə bizim bu dövr üçün onların yerinə keçəcək başqa bir şeyə ehtiyacımız olduğu anlamını verərdi. Bu, həmçinin onların Allahın sözləri olmadığı mənasına gələrdi. Çünki Allahın sözləri heç vaxt ölməz, elə deyilmi? Bəli.
Bu səbəbdən də İsa'nın bu əmrlərini yerinə yetirmək üçün zamanımızın və dövrümüzün İsa'sını tapmalıyıq. Zamanımızın İsa'sının və ya dövrümüzdəki Allahın elçisinin yanında olmalı və insanların İsa Məsihin dövründə onunla edə bilmədiklərini indi onlarla etməliyik. İncildə bizə qoyulan nümunələr gələcək nəsillərin İsa Məsihin dövründə insanların edə bilmədiklərini etməsi və yerinə yetirməsi üçün bir növ xəritə, bələdçi və ya əl kitabı kimi xidmət edir. Bəli. Bəli, yəni İsa'nın yerinə yetirməli olduğu vəzifə ilə bizim yaşadığımız zaman arasındakı bənzərliklər və qaimi dəstəkləmək fürsəti çox vacibdir. Bunlar mahiyyətcə eyni şeydir. Əsasən eyni vəziyyətin və eyni fürsətin təkrarıdır. İndi isə ardıcıllar olaraq qüsurlu və uğursuz olmamaq bizdən asılıdır. Çünki bizdən əvvəl uğursuz olan bütün bu insanlara dair nümunələrimiz mövcuddur. Tamamilə doğrudur. Və bu bizi indiki günümüzə, dövrümüzə, zamanımıza və nəyə can atdığımıza gətirir. Möminlərdə axtardığımız xüsusiyyətlər hansılardır? Əgər həqiqətən ilahi ədalət dövlətini qurmaq istəyiriksə, bu hansı keyfiyyətləri tələb edir? Hal-hazırda dünyada nələr baş verir? Dünyada hazırda bir qrup fanatik müsəlman radikalizmi mövcuddur. Və bunlar təxminən 10 il əvvəl IŞİD və digər terrorçu qüvvələr hakimiyyətə gəldikdə başlatdıqları şeyi qurmağa hazırlaşırlar. Dünyanın hər yerindən bir qrup insan Suriyaya qaçdı və orada bir dövlət qurdular. Onların dövləti şeytanın dövləti idi. Terror və zülm etdikləri, Allah adına törətdikləri cinayətlər və dəhşətli cinayətlər səbəbindən bu dövlət çox sürətlə çökdü. Amma onların öz məqsədlərinə nə qədər bağlı olduqlarını gördük. Onlar analarını və atalarını tərk etməyə, vida etməməyə və gecənin bir yarısı yox olmağa hazır idilər. Əsasən evlərini satmağa və sahib olduqları bütün pullarını bir dövlət qurmaq üçün bu işə yatırmağa razı idilər. Onlar analarının və atalarının dəfn mərasimlərinə geri qayıtmağa hazır deyildilər ki, oradakı dövlətlərində qala bilsinlər, yaşasınlar, köçsünlər və evlənsinlər. Əgər şeytanın agentləri və terror agentləri bunu etməyə və dövlətlərini qurmaq üçün bu bədəli ödəməyə razı idilərsə, o zaman Allahın övladları, sülh və rifah elçiləri, nurun övladları, ilahi ədalət dövlətini, sülhün, bərabərliyin, azadlığın və rifahın bütün insanlıq üçün qurulduğu bir dövlət qurmaq üçün nə etməlidirlər? Bunun bir başlanğıcı olmalıdır. Və ilahi elçinin ətrafında zülmətin bütün qüvvələrinin ödəməyə hazır olduğu bədəli və daha artığını ödəməyə razı olan insanlar olmalıdır. Buna görə də rəvayətlər heç kimin ilahi ədalət dövləti qura bilmədiyini söyləyir. Adəmdən bu günə qədər belə bir dövlət qurulmayıb. Çünki peyğəmbərlər kifayət qədər dəstək əldə edə bilməmişdilər. İmamlar kifayət qədər dəstək əldə edə bilməmişdilər. Harun Əl-Məkkidən bir rəvayət var. İmam Sadiq və Xorasanlı ilə baş verən hadisə haqqında. Belə ki, Xorasandan gələn bir adam İmam Sadiqin əleyhissalam yanına yaxınlaşır. Və Xorasandan gələn bu adam İmam Sadiqin hüzuruna daxil olur və ona deyir, sənin çoxlu tərəfdarların var, 10 minlərlə, 100 minlərlə şiə, sənin ardıcıların var İmam Sadiq. Niyə qalxıb bir dövlət qurmursan?
Elə həmin sualı verdikdən dərhal sonra otağa bir adam daxil oldu. Onun adı Harun Əl-Məkki idi və İmam Sadiq əleyhissalam ona yaxınlaşıb sobanı yandırmağı əmr etdi. Harun sobanı yandırdı və sonra İmam Sadiq onun Xorasanlının gözləri önündə sobanın içinə girməsini əmr etdi. Harun Əl-Məkki heç bir sual vermədən, qorxmadan, tam bir huzur və sakitlik içində İbrahim peyğəmbər kimi odun içində oturdu və od ona heç bir zərər vermədi. İmam Sadiq dönüb Xorasanlıya baxdı. Xorasanlının üzü solğun və ağarmışdı. Nə deyəcəyini bilmirdi. İmam Sadiq Xorasanlıya sual verdi. Xorasanda bizim şiələrimizdən bu adam kimi neçə nəfər var? Adam cavab verdi. Bir nəfər belə yoxdur. Və İmam Sadiq əleyhissalam cavab verdi və dedi, buna görə də hazırda ən yaxşısını biz bilirik. Əgər ilahi ədalət dövləti quracaqıqsa, bizə bu cür şiələr lazımdır. Heç bir tərəddüd etmədən itaət etməyə hazır, tam və qüsursuz bir təslimiyyət içində olan insanlar. Xorasanlıya danışdığı 100 min dırnaqarası şiənin heç birinin həqiqi mömin olmadığını və Xorasanlının özü də daxil olmaqla onların heç bir dəyərinin olmadığını göstərdi. Ancaq həqiqi şiə Harun Əl-Məkki kimi olmalı və təsvir edilən şəxslər və ya İsa'nın Luka 9-cu fəslinin son ayələrində qoyduğu gözləntiləri və şərtləri qarşılayan şəxslər olmalıdır. Onlar elçilərin işləri kitabında tələbələrin etdiyi kimi evlərini tərk etməyə, əmlaklarını satmağa və dəvətə bağışlamağa hazır olan şəxslərdir. Məhz buna görə də Məsihin vəfatından sonrakı nəsil, ya çarmığa çəkilmə hadisəsindən sonrakı nəsil, ya da İsa göylərə yüksəldikdən sonrakı nəsil, ya da ondan sonra gələn səhabələr öz səhvlərindən dərs aldılar və geriyə dönüb İsa'nın sözlərinə baxmağa başladılar. Və daha sonra İsa'nın zamanında dəstəkləmədikləri əmr və göstərişləri dəstəklədilər. Beləliklə, sonda İsa'nın dövründə edə bilmədiklərini bacardılar. Yəni, bütün Roma imperiyasını dəyişdirdilər. Və uzun illər boyunca Həzrəti Muhamməddən əvvəl sallallahu aleyhi və aleyh və Konstantin Roma imperiyasını, müqəddəs Roma imperiyasını qurduqdan və xristiyanlıq dinini qəbul etdikdən sonra imperiyanın müəyyən bölgələrini idarə edən və xristiyanların əsasən ilahi ədalət dövləti prinsipləri ilə yaşamalarına imkan verən, həqiqətən ədalətli hökmdarların olduğu dövrlər olmuşdur. Bu iki dövr arasında isə müəyyən bölgələrdə yaşayan və onları idarə edən İsa'nın həvariləri və ya xəlifələri var idi. Onlar həqiqətən də möminlərin yaşayıb çiçəklənə biləcəyi kiçik bir ilahi ədalət dövləti qurmuşdular. Lakin həmin möminlər İsa'nın onlara təyin etdiyi kriteriyalara və öhdəliklərə uyğun davranmalı idilər. Bax, bizim axtardığımız insan tipi məhz budur. Evlərini satmağa, cəmiyyət arasında olub, məni izləyin çağırışına cavab verməyə hazır olan insanlar axtarırıq. Gəldikdən sonra yolundan dönməyən və ya ayrılmaq fikrinə düşməyən insanlar axtarırıq. Biz dəvəti sevən, haqqı sevən, İmam Mehdini sevən, ilahi ədalət dövlətini qurmaq üçün hər şeyini fəda etməyə hazır olan və bu ilahi səyahətin bir hissəsi olmağı könüldən qəbul edən insanları istəyirik. Peyğəmbərlərin ümidlərinin səyləri ilə bu müqəddəs məqsəddə birləşən insanları. Məncə bu ruhlandırıcı bir mesajdır. Bir mömin olaraq gücün böyük bir hissəsini əlimizə verir. Əslində isə bütün gücü bizə verir. İlahi ədalət dövləti hələ də qurulmağı gözləyən bir mövzudur. Burada lazım olan şey dəstəkdir. Həqiqi dəstək. Öz vədlərini yerinə yetirməyə hazır insanlar və bu İncillərdə təsvir olunan şəkildə həqiqi bir dəstəkçi olmaq üçün lazım olan şərtlərdir. Və indi sizi dəstəkləmək üçün bu güc bizim əlimizdədir. Tamamilə doğrudur. Allah səni qorusun, Tiffany. Bugün mənə qoşulduğun üçün çox sağ ol. Məni qəbul etdiyiniz üçün çox təşəkkür edirəm, ata. Gələcəkdə sizdən daha çox şey öyrənmək üçün səbirsizlənirəm. İnşallah. Selamun aleyküm.